Değerli dostlar, yani tabii ki bu təbii yağan qarı arzuladıq. Amma sağlamlıqdır bilirəm. Bu qədər bəs eləyər. Artıq qarı yola salmaq lazımdır. Mən də öz yumor hissimlə belə bir heykəl düzəltdim. Bəli. Amma müəyyən bir vaxtdan sonra yola salmaq lazımdır. Çünki qar çox yağsa fəsadlar olacaq. Nəyə görə? Çünki bəzi insanlar işinə gücünə gedə bilmir. Kasıb insanlar, əziyyətini daşdan çıxardan insanlar, çörəyini daşdan çıxardan insanlar bu qarın fəsadlarına görə sürüşkən olduğu üçün gedə bilmir. Ona görə bu bir çox yerlərə həm xeyirdir, həm təsirlidir. İndi biz bu qarı yola salmalıyıq və bu qarı vağzalı ilə yola salacağım. Necə? Görəcəksiniz, bax belə.